Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Biz dünənləri bu evdə işlədik, radiatorları və su şurkaları islamaq elədik. İndi isə hamamların aksesuarlarını yığırıq. Burada nə ilə qarşılaşmışıq əzizləyicilər? Bu gördüyünüz divar içi unitazdır. Bunun pastavkası görünə qədər dərində islamaq eləyiblər də. Baxın, ölçü belə deyək də, 11 santıdır. 11 budur. Bu da Zavadskoy gəlir də, bildiyiniz kimi. Bunu uzatmaq olmur. Bunu da öz yerinə türkü misalı taxanda, elə deyək, taxmışıq. Buradan da bura bizim görün nə qədər zazorumuz qalır. Baxaq. 5 santı da budur, bax. Bax, böyrdən çək. Bax. Görürsünüz, bax, belə çək. Bax, belə. Gördünüz, bax. 5 santıdır, 11 santı da oradır. Bu heç bunun bu çıxan hissəsi türkü misalı. Bax, buranın fikir ver, bax, gedib heç çatmır ora. Görün, harda durur. İndi bunu necə istamovka eləyək? Bu naşı ustaların əlindən yığılmışıq boğaza. Ölçünü buna var, ölçü düzəməlini döyük. Belənin sepi gedib yerə dəyir. Niyə? Yerdən 60 olmalıdır hündürlük. Bax, bu var, korpus. Burada durmalıdır. Burada duranda görün bax, qalxır o da yuxarı yerdən üzülür. Yerdən üzüləndə də ki, şlank yerə dəyir. Bir dənə şeyi düzəməlli, yəni ölçü ilə yığmayıblar. Bax, məsələn, bu burada yox, burada olmalıydı. Buradan da pastavkanın o birisindən taxılmalıydı. Yerləri, bax burada, moydadırın altı, gör nə qədər eynlikdədir. Mərkəz olmalıydı 12-də. Arkokratlar 12'de olmalıydı. Kanalizasiya biraz aşağıda olmalıdır. Bura yerdən 60 olmalıydı. Gör hardadır. Başlı 48'dədir. Bu da 60 olmalıdır yerdən. Bütün hamısının ölçülərini dəli tərsinə hardan gəldi yığıblar. Buranın gördüyünüz kimi yığmışam, hazırdır. Bu da əyri durur. Bax, buradan çək belə. Belə çək. Bax, bu pastavkaya baxın, bax buna bax. Əyri gedir. Rekord. Bax, belə durmaq əvəzinə belə durur. Əyridir. Yerini əyri qoydular. Bu da onun kimi. Görürsünüz, bax, sepin şlankı dəyir yerə. Yerdən olmalıdır. 60 olmalıdır. Bax, burada olmalıdır. Gör nə qədər? 10 santı fərq edir. 10 santıda da bu da yuxarı qalxır, pastavka da yuxarı qalxanda yerə dəyme ehtimalı olmur. İndi isə divar içi unitazın rişqasını yığaq. Gördüyünüz kimi bu naşı ustaların əzizləyicilər səhvlərini görməkdən, işləməkdən daha sənətə nifrət edirik o şey deməli. Elədir də, pulunla satılan iş el olmalıdır da, nə olmalı dairə? Güya ki o baş bilənlər var, o patolog ustalar. Güya ki onların yəni işləmirlər, praraflıq edirlər də, iş alıb satırlar. Şimdi axırı belə olur, heç nə. Ona görə çalışın, aldanmayın. Kafeşikdə bunun yerini yekəşə elif kəsib deyə sıxanda bir balaca çəri keçir türkü misalı. Çərini çək, bax. Elə ki, bu da düşsün, o da düşsün, bax. Ağır palaşenya, yüngül palaşenya.
Kafeli biraz enli kəsblər, korpus içərdə, çirvir bana görsən. Qıraqdan silikon. Bu içəri girməməlidir, da məcburan alda da sıxaraq ki, heç olmasa. Kafeye dala gelirdi ona göre arkadan ruflardan ona göre Mümtazı stanok eləmişik, mümtaz hazırdır. Arka kranları bağlamışıq. Mətbəxin də arka kranlarını geçsək, onları da bağlamışıq. Pantaryanın yeridir və qaviyanın yeridir, onlar da hazırdır. Burada gördüğünüz mətbəxdə arka krantlara taxılıb hamısına. Burada qurutma otağıdır. Burada taxılıb arka krantlara. Hələlik bu qədər əzizləyicilər, inşallah hələ növbəti videolarımız var. Onlara baxarsınız. Belə maraqlı videolar olur da, əsas odur ki, belə maraqlı videolara baxın. Abunə olun ki, abunə olanda yeni videolar yüklənəndə bu sizin mesaj gəlir, qarşınıza çıxır. Baxırsınız ki, yeni video yüklənibdir, ona baxmaq lazımdır. İndi isə inşallah başqa hələ işlərimiz də var. İndi hələlik bugün buradayıq, indi sabahdan başqa işdə hamısını çəkiliş edib paylaşacağım ki, maariflənin, baxın, görün nədir, nə deyildir. Belə işlər çox olur. Belə işlər çox olur, belə güclü ustaların hamısının görülən işlərini sizlərə mən göstərəcəm ki, baxın bu cür iş görürlər. O bəzi müştərilər var, 2 kəlmə söz danışandan sonra iş danışan kimin. Ay usta, neçə işləyirsən? Hələ bir gör, belə işlərdə, görürsən, belə işləri çağırın, gördürün, gör nə gözəl işlər görürlər. Hələ bu işlənəndən sonra bilinəcək, hələ bu elə belədir, bu yığılmağı da var, yığıldı, hələ bunun sonra su buraxmağı var, hələ bunun hoqqası qabaqdadır. Hələ onda görərsiniz ki, bu necə işləyir, nətər işləyir. Yəni bu cür yığılan şey mənə elə gəlir ki, yanımın ömrü çox olmaz. Çünki o yalan danışan adamlar var, axırı çox olmur. Bu işli onu kimindir? O yalandan iş danışır, ona satır, buna satır, pulundan. Maşenlik ustaları da verir, çəldə işləyirlər, pis günə qoyurlar. Axırı da aqibəti budur, görülən işlə budur. Nə kafeyle düzəməllə vurublar, nə bir şey ediblər. O YouTube kanalında biri var, o ustaların səhvini çıxardır ortaya. O yaxşı edir elə. Belə ustaların səhvlərini elə ortaya çıxılasıdır ki, çıxardır. Ona elə adam hər kimsə elə yaxşı edir. Bax, belə ustaların gəlir səhvini tapır, çıxardır üzə. Mən ona çox videolarını izləmişəm. Yəni oradan kiminsə haqqına girmir, bir şey eləmir. Sadəcə olaraq çağırırlar ev sahibi, görək bu ev sahibinin başı çıxmadığına görə bu adamın təcrübəsi var da, yəni bu işdən anlayışı var ki, bu işlə məşğuldur. Gəlib bu baxandan sonra görür belə işlər əlbəttə ki, söydürür də, töydürür də, elə haqq edir. Elə adam kimdirsə Allah köməyində olsun ki,
belə işlərin, elə bu xarab işləri, görülən işləri hamısını çıxardırırsan. Kollektorda bu deyil, bax burada çıxıntıya bax. Görün nə cür. Burada yəni hər cürə çəkmə ehtimalı var. İstəsən buranı bu bizim dəhlizlə bərabər eləyə bilərsən. Mən necə elmlərdə 470 kvadrat mənzildir. Bir evdə də 7 dənə sanuzen və sanitar qovşağı var. Mən onun hamısını el elədim ki, bax bu qaydada ora neçə günə üstünə gəlibdir. Onların şərtindən razılaşmıyıq ki, bizdə hamısı belə. O YouTube kanalında da var. İstəsəz belə, yəni girib ona baxa bilərsiniz. Baxa bilərsiniz ki, orada mən necə sıfırdan orada işləmişəm hamısını. Necə işləmişəm sıfırdan hamısı orada var. Burada bizim mətbəximiz. Mətbəxdə də ki, kanalizasiyanın yeri də o heç söhbət yox. Amma bu krantı belə yaxın qoymaq olmaz. Məsafə qoymalısan. Ən aşağısı bir 12 santikin deyə arka krant xarab olanda açılıb bağlanmağa görə heç olmasa ən azından eləməlisən. Rezbovoy kraniklə qoyub düzdür söhbət yox. Ancaq məsafə azdır. Yerdən də ki bu mətbəxin hündürlüyü 65 sant olmalıdır. 65 ki deyə mətbəximiz bizim mebelimiz 90 santıdır. 90 santıda şlankı belə deyək də Simistitelin öz şlankı, zavodskoy şlankı çatmağa görə arkokranta ki bağlaya biləsən. Yoxsa əlavə simistitelin arxasında kobra şlankdan almayasan. Yuxarıda olmalıdır. Yəni ölçübçilər bu ustanın tamamilə anlayışı yoxdur. Yəni elə bununki budur ki, elə payka vuran gedə. Yəni ölçübçidən tamamilə bunun anlayışı yoxdur. Özdə yəni bu binanın özü də, yəni belə desək, ucuzlu binadır ya, yəni imkanlı adamlar qalır bu binada. Yəni ucuz adamlar burada deyil, yəni bura şəhərin mərkəzi, sentral yerdir, elmlərdədir. Amma yəni görülən iş göz qabağındadır, gör necə iş gördülər. Düzdür, ev yiyəsi bu ev sahibi pul verən adamdır, adamın üstü Allah var. Amma yəni ki, prosto sadəcə olaraq ustası usta olmayıbdır. Bax, görün, kollektora baxın, təmiz material alıbdır. Yəni bir dənə materialda bu adam deməyib ki, ucuz alaq, neyniyək, biraz şeydir. Ancaq sadəcə olaraq özü də deyir ki, yəni mən burada olmadım. Dedim, sən özün burada olsan da belə, sənin bu işdən nə anlayışın var ki? Sənin üstan yaxşı olmalı ki, aldığın materialı yaxşı bir üzə verib çıxar da, yaxşı işləyər. Burada gördüyünüz kimi nə cür iş görürlər də, valla. Belə baxanda adam buna bax. Kimisə mənim məqsəddə deyil, işini pisləyəm, neyləyəm. Allah hərənin öz ruzi bərəkətini versin. Prosto sadəcə olaraq adam belə deyək də, mən yaxşı iş görürəm, pis iş görəndə özümdən asıl deyil, əsəbləşirəm ki, niyə belə? Bir şey ki, bu bizim əlimizdədir də. Şuurumuz var, əlimiz var. Yaxşı səliqəli iş görək də. İndi bu yenə deyirəm, bu işlər hamısı satılmış işlərdir, mən elə başa düşürəm. Bu işləri satırlar, 1000-ə, 2000-ə, 3000-ə danışırlar, yarı faizini də oradan özünə faiz götürür, bıraxır, deyir, get nə iş görürsən görür. Yəni o işin də ki, keyfiyyəti belə olur. Yəni başqa cür olmur. Yəni mən neçə bir ev sahibləri deyir ki, nə, usta ilə danışdım, gətirdi, bura usta qoydu, işləyir. Elə deyil, o satılmış işdir. Biri var, ustanın öz işləyər, yəni biri var yaşlaşasan, yəni əlin iş tutmuyor, o başqa məsələ. Yoxsa Allah'a şükür, nə yaşımız var? Elə adam var ki, 50 yaşına qədər, 55 yaşına qədər işləyir. Bizim 42, məsələn 41 yaşımız var, nə olub bizə durub ki, məsələ iş eləyək? Belə usta yoldaş kimi işi satmayasan, işi verəsən, işləyək, o başqa məsələ, amma yaxşı ustaya da, yoxsa belə satılma yox. Nəysə, hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarımız olacaq maraqlı. Abunə olmağı unutmayın. Baş ağrısı verdimsə də üzr istəyirəm sizlərdən. Yəni belə şeyləri çəkirəm ki, maariflənəsiz, görəsiz nə tür işlər görürsünüz. Sağ olun, hələlik bu qədər.